İki ölkə arasında müzakirə edilən ən vacib məsələlərdən biri əbəs yerə nəqliyyat dəhlizləri olmayıb. Hazırda dünya iqtisadiyyatının və siyasətinin nəbzini bu dəhlizlər müəyyən edir. Azərbaycana gəldikdə strategiyamız aydındır. Həm Zəngəzur dəhlizi üzərində iş gedir, həm də Azərbaycanla İran nəqliyyat sahəsində əlaqələri gücləndirir. Bəs eyni vaxtda bir neçə alternativ yolun olması ölkəmizə nə qazandıracaq? Bu barədə Rüstəm Mikayılzadə danışacaq. Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında iqtisadi, ticari, o cümlədən nəqliyyat əlaqələrinin inkişafına diqqət çəkilib. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası bu inkişafın nümunələridir. İran tərəfi Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşd-Astara dəmir yolunun tikintisinə mane olan amillərin Novruz bayramına dək aradan qaldırılacağını deyib. Ümumi dəyəri 1 milyard 600 milyon avro təşkil edən Rəşd-Astara dəmir yolu Rusiya ilə birgə inşa olunur. Burada həmçinin dublyor marşrutda formalaşır. Yəni Kəlalə, Ağbənd istiqamətində açılacaq körpü məhz avtomobil yolları üzrə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə daşınmalar üçün imkanlar yaradır. Həmçinin İranın özünün maraqlı olduğu Cənub-Qərb, yəni Fars körfəzindən Qaradəniz limanlarına çıxan yolları məhz bu marşrutla əlaqələndirmə imkanı yaradır. Bəzi hesablamalara görə Azərbaycan Şimal-Cənub dəhlizindən illik 250-300 milyon dollar tranzit gəliri əldə edə bilər. Eyni zamanda marşrutun Transxəzər və Zəngəzur dəhlizlərinə inteqrasiyası da mümkün hesab olunur. Bu da Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyətini artıracaq. Layihənin işə düşməsi yük daşımaların məsafəsinin, müddətinin və xərclərinin azalmasına töhfə verəcək. Hər iki ölkənin nəqliyyat qovşağında yerləşdiyini nəzərə alaraq hər iki tərəf əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir. Yəni bugün əslində dünyada ən aktual, önəmli məsələlərdən biri dəhlizlərdir və nəqliyyat dəhlizləridir, xabların yaradılmasıdır. Zəngəzur dəhlizi üzərində iş gedir, amma buna paralel olaraq da biz İran ərazisindən keçməklə yük daşımalara da önəm verir. Ekspertlərə görə nəqliyyat dəhlizlərinin və iqtisadi əlaqələrin inkişafı regionda sabitliyi möhkəmləndirəcək. Xüsusilə Azərbaycan-İran münasibətlərindəki müsbət xətti davam etdirəcək.